السلام عليك يا أبا عبد الله السلام عليك يا ابن رسول الله. Ki biz görməsək də, xanımın qəbrini bilməsək də, orada varıqsa xanımın qəbrini ziyarət eləmiş oluruq və Allah yenə deyirəm, İmam Zaman ağamızın zuhurunu təcil eləsin bu günlərə xatir, ağamız gəlsin, xanımın qəbri də aşkar olsun. O günləri Allah bizlərə nəsib eləsin, elə ən gözəl bayramlıq bu günləri Müsəlman dünyası üçün odur ki, ağamızın zuhuru gerçək olsun inşallah. Bu niyyətə ucalı səlavat hədiyyə eləyək. İnşallah, əziz qardaşım, gözəl Əhl-i-Beyt şairi, Namiq Suzi əzizim, gözəl Əhl-i-Beytin gözəl təbliğatçısı, şeirlərində gözəl tərənnüm eləyən, bizə gözəl şeirlər səsləndirən əzizimə inşallah mən dəvət eləyirəm. Allah Teala bayramımızı mübarək eləsin. İnşallah qismət olsun bizlərə. İmam Zaman ağanın zuhuru ilə qəlblərimiz münəvvər olsun da ağamızla bir yerdə gizlin olan qəbir aşkar olsun. Xanım Zəhranın ziyarəti bizlərə qismət olsun inşallah. Dünyaya gələn Həzrəti rəhmətdir bizə xilqəti, xəlq etdiyi dəm Xaliq böyle edibdi tərif, haqq dərgəhimin isməti. Peyğəmbərə həm müjdədir, həm Sure-i Kevsərdir. Peyğəmbərə həm müjdədir, həm Sure-i Kevsərdir. Ol çeşme-i haqq izzəti. Salam olsun. Qeyrətli oğullardır, bilən qeyrəti sözsüz ki, qeyrətlilərin qeyrəti. Allah səni əhv eyləyər ey suzi zəlilanə. Allah bizi Xanım Zəhraya xatır əhv eləsin inşallah. Bu axırıncı beytdə xahiş edirəm, Zəhra xanımı gözəl səsləyək, xahiş edirəm sizdən. Allah səni əhv eyləyər ey suzi zəlilanə, söylərsən əgər Həzrəti Zəhraya salam olsun. Əhsən, salavat zikirlə. İnşallah ki, Kevsər surəsini nəzmə çəkmişəm. Onu da sizin xidmətinizə çatdırın. Ondan sonra Kərbəlayı Salamı qardaşıma söz verərəm inşallah. Allah kömək olsun sizin hər birinizə. O gün ki gəldi bu dünyaya binti Peyğəmbər, o gün ki gəldi bu dünyaya binti Peyğəmbər, səma-i eşqə günəş doğdu sanki bir bənzər. Rəsulə Xaliq-i aləm buyurdu ey xatəm. Rəsula Xaliq-i aləm buyurdu ey xatəm. Həqiqətən sənə rəhmətlə müjdədir Kevsər. Xudaya həmd elə, kəs haqq yolunda qurbani, ki lütf olundu sənə bu hədiyyə ey sərvər. Bu lütf ilə bərəkət tapdı sülb-i İbrahim. Bu lütf ilə bərəkət tapdı sülb-i İbrahim. Qalar sənə deyən insan sülaləsiz əbdər. Həya-v-i İsmət-i Zəhra cəhana zinətdir. Həya-v-i İsmət-i Zəhra cəhana zinətdir. Hicab-ı zülmətə haqqın ziyasıdır ənvər. Məzarı Fatimənin gizli qalmaz ey könlüm.
Məzarı Fatimənin gizli qalmaz ey könlüm, əgər ki zahir ola Məhdi ol mələk mənzər. Mübarək ali viladətli suzi dilşadəm. Mübarək ali viladətli suzi dilşadəm. Səlamı ərz elə ol binti şahə sən nokər. Səlamı ərz elə ol binti şahə sən nokər. Allah Teala bizləri Xanım Zəhranın özündən, əhl-i beytindən, Peyğəmbərdən ayrı salmasın inşallah. Qiyamət günü Allah Teala bizə Xanım Zəhranın nəzəri ilə baxsın, günahlarımızı əhv eləsin, bizi peşman, məhşərə gətirməsin. Bu niyyətə və İmam Zaman Ağanın zuhuruna, müşküllərimizin aradan getməsinə, xəstələrin şifa tapmasına salavat zikr elə. Çox sağ ol əziz qardaşım. Allah elmi və ömrünə bərəkət versin. Allah səni bu yoldan ayrı salmasın. Qonaqlarımızın biri də Hacı Urfan və istəyir ki, bir dənə onun da təbriki, bir dənə qəsidə deyir, oxuyum. Xanım Zəhraya məndən bir hədiyyə olsun inşallah. Ben de Xanım Zəhra salamullah əleyhanın mövludu münasibəti ilə bütün qardaşlarımızı və Hacı Əzaman qeyd elədi, anabacıları təbrik edirəm. Allah təbarək Teala Xanım Zəhra salamullah əleyhanın bəqi qəbirstanlığında bilinməyən qəbir şərifini burada olanlara hamısına nəsib eləsin inşallah. Bu niyyətə bir salavat zikr. Bismillahirrahmanirrahim. Ya Rahman, Ya Rahim. La havle ve la kuvvete illa billahil aliyyul azim. Sallallahu ala seyyidina Muhammedin ve alihi ve sellem salavat. Məqam-ı alidəy əladı namı səhranıyam. Məqam-ı alidəy əladı namı səhranıyam. Xudaya bəllidir, ancaq məqam-ı zəhranıyam. Əzizim, Xaliq yəkdadır misliyə, Peyğəmbər edildi xilqətə fəyər, ehtiramı ya səhranıyam. Şəhadət deyənlər necə rəvay gördü ki ağlamaqla keçən sübh-i şam-ı zəhranıyam. Fələklər ağladı gizli məzarı üstündə. Fələklər ağladı gizli məzarı üstündə. Tökəndə göz yaşı məzlumyam, İmam-ı Zəhranıyam. Zəliliyəm, xar olacaq, Haqqə zülmədən dəstəm. Qiyamət isrə qopanda, Qiyam-ı Zəhranıyam. Keçər sahih səlamət, Sirat-ı pürxətəri,
o şahs ki ona vardıyır, selamı zəhranıyım. Cəlalidə mənə şahlayar, yetişməyəz ey əmrim. Cəlalidə mənə şahlar, yetişməyəz ey əmrim. Deyilsən adıma kəmtər qulamı zəhranıyam. Salam olsun sizə ey Ali Muhammed dərəcat. Hər harda əyləşmisən, deginən Muhammed, Ali Muhammedə nurani bir salavat. Səndən razı olsun, çox sağ ol hacı. Allah səs və qüvvət versin. Allah bu gözəl bayramı hamımıza mübarək qərar versin inşallah. İnşallah bir neçə ilahi bahəm oxuyaq. Məclisimiz daha da zinətlənsin. Xanım Zəhranın adı ilə daha da gözəllik tapsın inşallah. Bu niyyətə ucalı səlavat hədiyyə elə. Tanrı bir bağ məlahətdən elə gül bitirib. Tanrı bir bağ məlahətdən elə gül bitirib. Bu gülün ətri bütün cənnətə zinət gətirib. Bu günü Həzrəti Peyğəmbər əliyle yetirib. Hansı gül bağı tərabətdə bu nisbətdə olar. Bu Muhammed gülüdür, heç belə bir güldə solar. Əbədiyyət güneşindən bu gülün öz nurun alıb. Bu gülün ətrin özündə dərdə salıb. Lâh-i məhuzda bunun hikməti olsun ki qalıb. Hər kimin ki bu gülə zərrə qədər xidməti var. Kökü cənnətdədir, bilsin ki onun cənnəti var. Bu gülün ətri bütün aləmi məstanə edib. Ona məftun olan aşıqları divanə edib. Bu nə güldür, zamana ismini əfsanə edib. Onu da Allah yaradıb bağı behişdən əslin. Gəzsə də cənnəti insan tata bilməz mislin. O vilayət bağının daima tər qönçəsidir. Dəhrə ətri saçan on bir gül onun bəhrəsidir. Sonda bir meyvə də vardır, o gülün meyvəsidir. Bu gülün ətrin saçar aləmlərə taşra qədər. Xoş olan halına hər kim ki ona düz versə dəyər. Xoş ola halına hər kim ona düz versə dəyər. Bu gülün bir adı Qur'andadır, Kosərdir bu gül. Yenə bir aya gəlib şəninə ətərdir bu gül. Nə bunu bənzər olan var,
Ne buna benzer olan var ne de benzerdi bu gül. Bu elə güldür ona müminələr xadimədir. Bu gülün bir adı məşhurdur. Bu gül Fatimədir. Bu gül Fatimədir. Bu teravətli gözəl gül iki dünya gülüdür. Hem bu dünya gülü hem Gülşen-i Üqba gülüdür. Seçilir cümle Gülistan'daki güllerden o gül. Yere göylerden inib ərş-i müəllam gülüdür. Elə bir bağ məlahət bitiribdir o gülü. Misli yok çünkü Muhammed ile Kübra gülüdür. Tökme kanım sen Hüseyin'in Hazreti Katil Kerbela şahıdır o. Hazreti Zehra gülüdür. Sen yarabil ne yazırsan o gülün şenine sen. Adı bir gül değil o, Hakkı Teala gülüdür. Hakkı Teala gülüdür. Bu meclisi aliden Zehra'ya salam olsun. Hem sahibi dövrana bir müjde peyam olsun. Bu meclisi aliden Zehra'ya salam olsun. Hem sahibi devrana bir müjde peyam olsun. Zehra'ya salam 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 olsun. Zehra'ya salam. Zehra'ya sen dine bir de Zehra'ya salam olsun. Zehra'ya salam olsun. Zehra'ya salam uca Zehra'ya salam olsun. Zehra'ya salam olsun. Berpa olunum yommi Mevludi Hanım Zehra. Mehpare-i Peygamber her gönçe gülü taha. Berpa olunum yommi Mevludi Hanım Zehra. Mehpare-i Peygamber her gönçe gülü taha. Sanki dil açım kuşlar hem deyleyir Allah'a. Gelsin dile şairler irfan-ı kelam olsun. Sanki dil açıp kuşlar hem deyleyir Allah'a. Gelsin dile şairler irfan-ı kelam olsun. Zehra'ya salam olsun. Zehra'ya salam olsun. Zehra'ya salam olsun. Zehra'ya salam olsun. Sen Zehra'ya Zehra'ya bundan da uca diye Zehra'ya salam olsun. Zehra adına mail evvelde feleylerdi. Eşkinde bulutsuzlar şevkinde küleylerdi. Zehra adına mail evvelde feleylerdi. Eşkinde bulutsuzlar şevkinde küleylerdi. Biz girde ziyafette göylerde meleylerdi. Var mı bile bir kez ki alem ona ram olsun. Biz yerde ziyafette göylerde meleylerdi. Var mı bile bir kez ki alem ona ram olsun. Zehra'ya salam olsun. Zehra'ya salam olsun. Zehra'ya salam olsun.
dinlə. Zəhraya salam olsun. Zehra'ya salam olsun. Hem doktoru peygamber, hem yaveri Heyder'di. Hem Zeynep-i Kübra'ya bir mader izi verdi. Hem doktoru peygamber, hem yaveri Heyder'di. Hem Zeynep-i Kübra'ya bir mader izi verdi. Tek adını zikretmek dünyaya beraberdi. Allah onu xəlq etmiş, sahibi məqam olsun. Tək adını zikretmək dünyaya bərabərdir. Allah onu xəlq etmiş, sahibi məqam olsun. Zəhraya salam olsun, Zəhraya salam. Səsvə qurban. Hə eşq elə, Zəhraya salam. Zəhraya salam olsun. Zehra'ya salam, bir de Zehra'ya salam olsun. Zehra'ya salam olsun, Zehra'ya salam olsun. Güller açıp çəməndə, Nərgiz gül yasəməndə. Sen dünyaya gələndə, ya Zəhra, ya Zəhra. Güller açıp çəməndə, Nərgiz gül yasəməndə. Sen dünyaya gələndə, ya Zəhra, ya Zəhra. Ya Zəhra, ya Zəhra. Ya Zəhra, ya Zəhra. Ya Zəhra, ya Zəhra. Ya Zəhra, uca ya Zəhra. Ya Zəhra, ya Zəhra, ya Əhsən, ya Zəhra, ya Zəhra. Göylər nura qərq oldu, yerlər sevinclə doldu. Sən dünyaya gələndə, ya Zəhra, ya Zəhra. Göylər nura qərq oldu, yerlər sevinclə doldu. Sen dünyaya gələndə, ya Zəhra, ya Zəhra. Ya Zəhra, ya Zəhra, ya Zəhra. Ya Əhsən, ya Zəhra, ya Zəhra. Uca ya Ya Zəhra, ya Zəhra. Ya Ya Zəhra, ya Zəhra. Affet bu adın hürmetine bizleri yâre. Ağlatma bu mecliste gülen gözleri yâre. Affet bu adın hürmetine bizleri yâre. Ağlatma bu mecliste gülen gözleri yâre. Diye bunu. Affet bu adın hürmetine bizleri ya Rabbi dedine. Affet bu adın hürmetine ağlatma bu mecliste gülen gözleri ya Rab. Ağlatma bu mecliste gülen ya Rab. Zehra adıdır hilgati alemlere bais. Zehra adının şerhini vermiştir hadis. Zehra adıdır hilgati alemlere bais. Zehra adının şerhini vermiştir hadis. Zehra adının şem'ine pervaneleri biz. Mecnun kimi bu eşkide divaneleri biz. Zehra adının şem'ine pervaneleri biz. Mecnun kimi bu eşkide divaneleri biz. Affet bu adın hürmetine bizleri ya Rab. Ağlatma bu mecliste gülen gözleri ya Rab. Affet bu adın hürmetine ya Rab. Ağlatma bu mecliste gülen gözleri ya Rab.
Bir de dinen affet bu adın hürmetine. Ağlatma bu mecliste gülen gözleri yara. Bir de affet adın hürmetine. Ağlatma bu mecliste gülen gözleri yara. Ağlatma bu mecliste gülen gözleri yara. Taruzi kıyamet bizi Zehra'dan ayırma. Hem Ali Eba itreti Talha'dan ayırma. Taruzi kıyamet bizi Zehra'dan ayırma. Hem Ali Eba itreti Talha'dan ayırma. Zehra adıdır cümlemizin fəxri vüqarı. Zehradır her dertlere dermanın açarı. Zehra adıdır cümlemizin fəxri vüqarı. Zehradır her dertlere dermanın açarı. Affet bu adın hürmetine bizleri ya Rab. Ağlatma bu mecliste gülen uca dinen affet bu adın hürmetine. Ağlatma bu mecliste gülen gözleri ya Rab. Ağlatma bu mecliste gülen gözleri ya Rab. Ağlatma bu mecliste gülen gözleri ya Rab. Gözleri ya Rab. Gözleri ya Rab. Hoş gelipsen Hasan Hüseyin anası. Hoş gelipsen Hasan Hüseyin anası. Hoş gelipsen Hasan Hüseyin anası. Hoş gelipsen Hasan Hüseyin hoş gelipsen. Anaların anası. Hoş gelipsen anaların anası. Hoş gelipsen anaların anası. Hoş gelipsen anaların Muhammed salavat hediyeler. Bizim əzizimiz, gözəl ruhani, gözəl mədda Hacı Vidadi qardaşımız da bu məclisdə iştirak edir. Allah ömrünə bərəkət versin. Hacını dəvət edir. Son sözlərlə ağsaqqalımızı verək. Muhammed Ali Muhammedə salavat edir. Bayramımız mübarək olsun. Əziz, dəyərli mümin qardaşlarım, müminə bazılarımız. Bugün möhtəşəm bir gündür. Hacı əmr elədi. Mən də təbərrükən Eşən Xəzərin bir gözəl xanım Zəhra barəsində mətiyyəsi var, onu deyərəm. Amma ondan öncə istədim bir dənə bir bayram günüdür də. Bizə baxanda elə deyilən mollalar başladı ağlaşmağa. Bizim işimiz də ağlaşmaqdan ibarətdir. Biz Əhl-i Beytin qəm günündə ağlayırıq. Əhl-i Beytin şad günündə sevinirik, gülürük. İnşallah bir dənə deyim, ondan sonra şehir oxuyun. Məktəbdə müəllim deyir ki, uşaqlar, kim behişdə gelmək istəyir, əlin qaldırsın. Hamısı əlin qaldırır, bir dənə uşaq qaldırmır. Müəllim deyir, aşağı, və sən gelmirsən, deyir müəllim, anam dedi, düz məktəbə, oradan evəyə, heç yerə gelməyəcək. Hacı Vidadi onu deyiblər sənə də. Həmin o uşaq mənim tələbəm olub. Hacı İlhamın oğludur, Muraddır. Müəllim dedi ki, bəli, uşaqlar ki, cənnətə gedmək istəmirik. Deyir ki, anam evdə deyir ki, dərsdən sonra çıxıb evə gələrsən. Bunu da bundan sonra rəvayətə gəlib düzgün əqləyirəm də. Mənə çatan Hacı İlham tanıyırsın bir nədən. Tamada o, onu var. Bu gecə məclisi İsmətdə denən, ya Zəhra.
Get diyan cərcəyi heyətdə denən. Eşqizə qurban olarım. Utanma sən xanımın adını almaqda dilə. İstəyirsən bu sıxıntı, bu utanmaq çəkilə, bu təkəbbür ləkəsin sil gözüvün yaşı ilə. Özünü saxlama zəhmətdə denən. Ya Zəhra! Özünü saxlama zəhmətdə denən. Ya Zəhra! Bu gecə məclisi ismətdə denən. Ya Zəhra! Eşqizə qurban olar. Mənə minnət qoyulub bir işi eylim icra. Deyirəm kar qulağın açsın eşitsin dünya. Hər dilin qüdrəti yoxdur çağıra. Ya Zəhra! Hər dilin qüdrəti yoxdur çağıra. Ya Zəhra! Səndə vardırsa bu fitrətdə denən. Ya Zəhra! Qurban olaram eşqizə. Xoş sənin halıva məsumlara vardır inamın. Bunu mən həmişə deyərəm. Kimin anası sağdır, kimin atası sağdır, qurban olaram sizə. Evə gələn kimi xan Zəhranın eşqinə anımın əlindən öpdüsə, bala nə məsələdir? Dinən xanım Zəhra məclisində bunu öyrənmişəm. Anamın əlindən öpmək. Niyə? Çünki o bizə Zəhra laylaya çalmasa, indi sən də burada ya Zəhra deməzik. Bu anamızın sütü ilə kesi bizim canımıza, qanımıza. Xoş sənin halıva məsumlara vardır inamın. Xanımın göydə mələklər tanıyırlar məqamın. 50 il, 60 il tut xanımın ehtiramı. Sonra Firdovsidə cənnətdə denən. Ya Zəhra! Sonra Firdovsidə cənnətdə denən. Ya Zəhra! Şeir çoxdur, 2 dənə də mən deyim, bəsim olsun inşallah. Əliyə zülm olunan vaxt məscidə getdi xanım. Elə bir xütbə edib məclisi titrətdi xanım. O bir qeyrətlərə qeyrət nədir öyrətdi xanım. Heç kim olmaz belə qüdrətdə denən. Ya Zəhra! Heç kim olmaz belə qüdrətdə, cürətdə denən. Ya Zəhra! Müşkülün olsa əgər özgə qapı axtarma. Özü Allah yaradı, vasitələr gəl qırma. Heç kimə boynunu əymənə də ki yalvarma. Çəkilib cuşeyi xəlvətdə denən. Ya Zəhra! Böyük sattar alimlər, Allah dostlarından onların sözü deyir ki, xanım Zəhranın məclisində mənim nə müşkülüm var, alıb gedirəm, əliboş gedirəm. İnşallah biz də bu gecə buradan əliboş getməyək, məxsusən xəstələrimizi dua eləyək inşallah, bütün müşkül olan qardaşları. Sonuncu bənddir. Gərək erişən bu fəna mülkünə dustaq olsan. Gərək erişən bu fəna mülkünə dustaq olsan. Haqqın uğrunda əzilmişlərə ortaq olasan. İstəyirsənmi qiyamətdə üzü ağ olasan, dilivi saxla bu adətdə denən. Ya Zəhra! Dilivi saxla bu adətdə denən. Ya Zəhra! Allah hər birinizdən razı olsun, gələn ayaqlarınız var olsun, Allah qələmimizə, tərbiyəmizə bərəkət versin. Nami qardaşıma, Hacı Ürfan qardaşıma, Hacı Vidadi qardaşıma, Kərbəla Samir qardaşıma hər birindən dəyərli təşəkkürümü bildirirəm. Siz əzizlərə, xanım Zəhra sevənlərə təşəkkürümü bildirirəm. Bu məclisdə xidmət göstərənlərə, bu məclisin ehsan süfrəsinin təşkilində zəhmət çəkənlərə təşəkkür bildirirəm məxsusən. Allah Teala ömrünüzə, qazancınıza bərəkət versin. Allah dünya və axirətinizi xeyirli eləsin. Bayramımızın mübarək olması, hacətlərimizin rəva olması, dərdlərimizin tezliyin aradan qalxması və Həzrətin də zuhurundan ötürü Muhammed Ali Muhammedə salavat ediləyək.